vəziyyətin, bu halın səbəblərindən biri bu qurğudur. Gördüyünüz bu qurğu hidrofor dediyiniz, yəni su nasosunun avtomatik işə düşmə və sönmə sistemini idarə edir. Bu qurğunun üzərində relay vardır təbii ki və iki element, deməli Gerkon sensorlar bizə lazım olacaq bu məsələdə. Gerkon sensorlardan biri tən ortadadır, digəri isə ona perpendikulyar şəkildə payka edilmişdir. Deməli, bu idarə etmə sistemi konstruktiv olaraq simmetrikdir. Reset düyməsi də düz ortadadır. Yəni, həm belə 4 şurupla bağlamaq olar, həm belə. Təbii ki, giriş və çıxış cəryan xətlərini səhv salmamaq şərti ilə. Deməli, 220 şəbəkədən gələn xətlər bu tərəfə, deməli, mühərrikə gedən su nasosuna qoşulan deməli, kontaktlar isə digər tərəfdə yer alır. Amma məsələ burasındadır ki, həm belə, həm elə qoşulmasına baxmayaraq, bu sistem qeyri-düzgün qoşulduqda, deməli, bayaqki hal olacaqdır. Və nəyə görə belə olur? Bax, buradakı bayaq dediyim, qeyd etdiyim, deməli, Gerkon sensorlardan biri düz ortadadır, digəri isə sağ tərəfdədir. Əgər biz bunu belə qoşduqda, deməli, bizdə deməli, hidroforun ortasında olan maqnit, deməli, həmin bu deməli, Gerkon sensordan bir qədər kənarda qalır. Və bunun nəticəsində də təzə aldığımız hətta sistem işləyərkən, bax, bayaq gördüyünüz hal baş verəcəkdir. Yəni, sistemin söndürülmə zamanı, daha doğrusu söndürülmə təzyiqi dəyişir. Əgər adi halda deyək ki, 3,5 bardırsa, deməli, bunu səhv qoşduğunuz zaman deyək ki, 2,5 bar olacaqdır. Və siz də yeni aldığınız qurğudan şübhələnməyə başlayacaqsınız. Sağ olun.